Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şagirdlər, əziz bloka hazırlaşan şagirdlər. Bilirsiniz ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhd imtahanına, yəni hamınız bildiyi blok imtahanı sayılı günlər qalıbdır və bu gün ərzində artıq bir aydan da az bir vaxt qalıbdır və bu günlər ərzində biz nə işləyə bilərik, necə təkrar eləyə bilərik? Ümumiyyətlə bloka hansı mövzular daha çox düşür? Son günlər ən çox nəyə fikir verək? Bu gün bu haqqda danışacağam sizinlə və videonu diqqətlə izləyin, dinləyin və biz bu videoda blok imtahanı haqqında yenə deyirəm, əlavə düşəcək suallar, buraxılış imtahanı haqqında proqnozlarımız demək olar ki, öz bəhrəsini verdi və blok imtahanına hansı mövzular düşəcək? Gəlin o haqqda sizə məlumat verim. Birinci mövzuları yazın və daha sonra elə gəlin belə deyim, dedikcə, araşdırdıqca mövzuları üzərində deyim ki, sizə daha aydın olsun. Ümumiyyətlə 2011-ci ildən 2024-cü ilə qədər olan belə deyək, PDF-i, yəni qəbul imtahanları 2011-2024 kanaldan əldə edə bilərsiniz. Baxın, elə axtarış şəklində burada sizə göstərirəm. Dosyalar bölümünə girirsiniz Telegram kanalımıza və orada var. Yəni sizin belə deyək də, sizə atılan hər hansısa bir blok imtahanları və bu formada mənim adım yazılan suallar vardı. Yəni bu mən hazırladığımdır. İndi hansısa müəllim ola bilər öz adından paylaşar, amma yəni bu əvvəli yox, amma 2020-dən 2024-ə qədər mənim özümün hazırladığımdır. Və mən dedikcə qeyd eləyə bilərsiniz. Baxın, blok imtahanlarına ən çox düşən nədir? Təbii ki, törəmə, limit, integral ən azı bir sual var. Deməli, törəmədir, limitdir, integraldır, trigonometrik funksiyalardır, trigonometrik tənliklərdir, loqaritmi ilə bağlı ən az 2 sual var. Daha sonra təbii ki, ehtimal, bir də fəzadan 3 sual. Deməli, say olaraq baxsan, törəmə, limit, integral, 3 mövzu bu kompleks, ehtimal, fəzada düz xətt müstəvi, çoxüzlü, fırlanma. Bax, bu ən azı bir 8 dənə mövzum var. Yəni, ən azı bilirsən ki, 8 dənə nə düşəcək. Bax, fikir verin, PDF var burada və 2011-ci ildən 2024-ə qədər həm sınaqlar, həm qəbullar hamısı burada var. Deməli, biz sizinlə, əgər PDF kimdəsə yoxsa, əldə eləyə bilməsə, mənə yazar və bu nömrənin WhatsApp-ına yazar. Mən həmin PDF-i ata bilərəm həmin şəxsə. Bu gün biz araşdıracağıq nəyi? Son illər görək bizim proqram harda son 2 ilə baxsaq bizə kifayət eləyər deyə düşünürəm. Son 2-3 ilə baxsaq bizə kifayət eləyər. Elə keçən ildən başlayaq, baxaq görək törəmə, limit, integral dediyimiz mövzular düşürmü yoxsa düşmürmü? Təbii ki, düşür, amma mən bunu sizə göstərmək istəyirəm ki, ən çox hansı mövzular düşür deyirəmsə, bunlar düşür ya yox. Bax, fikir verin. Bax, fikir verin. Kompleks ədədlər var. Bax, fikir verin. Bax, kompleks ədədlər var. Daha sonra bu 2024-ün ikinci qəbulu. Təbii ki, blok imtahanıdır. Yəni birinci qəbul oldu, ikinci qəbul. İstəsə birinci qəbula da baxa bilər. Fərqi yoxdur. Əsas blok imtahanıdır və törəmə düşübdür. Fikir verin. Bax 18-ci sual törəmə ilə bağlıdır. Görürsən, ikinci cəhdə törəmə var. Sonra integral var. 16-cı sual integralla bağlı bir sualdır. Fikir ver, integral var. Demək, törəmə, limit, integral var. Loqaritma var. 13-cü sual loqaritm ilə bağlı bir sualdır. Daha sonra loqaritma var. Daha sonra dediyim mövzuların demək olar ki, hamısı var. Fikir ver, trigonometrik tənliklər var. Trigonometrik tənliklər var. Yəni sən bunu burada özün görürsən, limit var. Fikir verin, limit var. Yəni düşən mövzuları nə düşürsə, hamısını bura gəlin qeyd edək, sizin üçün də rahat olsun. Ən birinci düşən törəmə var. Törəmə var. Limit var. Yəni bunlardan ən azı bir dənə sualı gözünüzün qarşısına gətirin. İntegral var. İntegral var. Sonra dördüncü törəmə, limit, integral. Fəzada düz xətt müstəvi var. Fəzada düz xətt müstəvi. Bunu belə yazaq qısa şəkildə. Sonra 5-ci ehtimal, birləşmələr nəzəriyyəsi də ola bilər. Ehtimal. 6-cı çoxüzlü. 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 7-ci fırlanma cisimləri.
fırlanma cisimləri. Daha sonra 8-ci deməli, çox üzlü ehtimal fırlanma cisimləri, törəmə limiti inteqral dedik. Triqonometriya ilə bağlı, indi orada tənlikdir falandır. Triqonometriya ilə bağlı ən azı 2 dənə sualım var. Triqonometrik funksiyalar və triqonometrik tənliklər ola bilər. 9. Loqaritmi ilə bağlı. Məsələn, loqaritmi ilə bağlı da ən az 2 dənə sual ola bilər. Sonra 10-cu, sonra kompleks ədədlər var təbii ki. Yəni təbii ki, orada proqramda bütün belə deyək, mövzular düşəcək, o heç. Amma ən çox bunların üzərində dayanın ki, siz daha yaxşı olsun və sizin üçün daha uğurlu olsun, belə deyək. Sonra ən azı bir 10 dənə, 12 dənə sualın belə getdimi? Təbii ki, yerdə hansı mövzuları məsələn sən təkrar eləyə bilərsən? Məsələn, birinci hissədən ən çox məsələn bərabərsizlik düşə bilər. Bunların məsələn düşmə ehtimalı az olan, ən əsas olanlar yazın. Məsələn, digərlərində fərqli hərflə yazın. Məsələn, silsilə ola bilər. Məsələn, 12-ci bir məhdud tənliklər onsuz ki istifadə olunur, hər bir mövzunun içində var. Bərabərsizlik ən çox istifadə olunan mövzulardandır. Sonra çevrə var təbii ki, çevrə məşhur düşən suallardandır, düşən mövzulardandır və təbii ki, yenə də deyirəm, orada proqramda ən çox bütün mövzuları demək olar əhatə edir, amma bu ekranda yazdıqlarım biraz səliqəsiz yazmışam, üzr sayın. Bu mövzulardan ən azı sənin bir dənə sualın gözlənilir. İndi yerdə qalan suallar da təbii ki, yerdə qalar. Bunlardan başqa sən ən çox nəyi təkrar edə bilərsən? Elə ikinci hissəni ümumiyyətlə başbütöv təkrar eləmək lazımdır, mütləq şəkildə. Birinci hissədən də o əsas mövzular var, orada onlar düşür və təbii ki, naturaldan da düşə bilər, adıllıqdır, faizdir falan. Bunlardan təbii ki, belə deyək, çevrəni və yaxud da silsilə olsun və yaxud da triqonometriya olsun, ümumiyyətlə dördbucaqlı fiqurların sayı. Sən bunları işləyirsənsə, sən onların içində faiz məsələləri var, adıllığa aid var. Yəni bunları mütləq şəkildə təbii ki, bilməlisən. Yaxşı, bu mövzuları belə deyim, buraxılışdan qabaq buraxılışa düşəcək mövzuları siz təkrarlamısınız kvizlərlə. Yaxşı, burada 3 dənə mövzu var ki, bu mövzular haqqında sizin indi ola bilər kimdəsə var, amma bu 3 dənə mövzunun mən kvizini hazırlamışam. Kvizi deyəndə qəbula düşəcək sualların hazırlamışam. Yəni bax fikir verin. Burada Telegram kanalımızda həmin kvizlər var. Bax törəmə və tətbiqləri. Həm birinci qrupa, həm ikinci qrupa düşən suallardır. Fikir verin. Bax burada sən bu PDF işləməklə artıq törəmə belə deyək, limitdir da bu. Törəmə daha doğrusu. Törəməni sən təşkil eləmiş olursan. Fikir ver. Hər bir mövzunun bütün illərdə düşən suallar var. Bax bütün illərdə düşən suallar var. Fikir ver. 2017 olsun. Bax 24-cü birinci qrupa törəmə düşübdü. Daha sonra 24-də düşübdü törəmə. Özü də bu birinci qrupdur. İndi birinci və ikinci həftə oldu burada qeyd olundu. Bax 2023-cü ildə törəmə düşübdü. 2019-da düşübdü. 2020-də görürsən hər il düşür. 2020 birinci qəbul, birinci qrup. 2020 ikinci qəbul, ikinci qrup. Görürsən həm birinci qrupa, həm ikinci qrupa düşür bu mövzu. 2018-də düşüb, 2017-də düşüb. Daha sonra bax 2020-də düşüb. Bax bu sual topluda da var və təzə salınan bir sualdır. Və fikir verin, görürsən burada illər üzrə düşə biləcək, yəni düşən suallar var. Eyni zamanda törəmədən var, limitdən də var təbii ki. Limitdən də var. Limitdən də sən eyni qayda ilə həmin mövzularla buradan baxa bilərsən. Və fikir ver, limitdən də var, illər üzrə. Bu limitin kvizidir. Heç bu kvizdir. Bu yox, bu bizə lazım deyil. Kvizi yox. Kvizini də işləyə bilərsən əslində. Niyə lazımdır? Lazımdır, amma təbii ki, ondan əlavə sən illər üzrə düşən suallara da, yəni düşən mövzulara da baxa bilərsən. Amma burada deyəsən mən Telegram kanalımızda o limiti kvizini paylaşmamışam, amma paylaşmağım lazım idi. Bir dənə baxım görüm. Deməli, bircə saniyə. Deməli, limit
Kanalda yəqin ki, paylaşmamışam, ola bilər. Bunu paylaşdım. Limit və onun xassələrinə də aid bizdə PDF var. Həmin o PDF-i də bax burada da illər üzrə düşən suallar qeyd olunubdur. Hər il üzrə fikir 2011, 2012. Ən son illərə baxa bilərsiniz. Burada da yenə də 2018, daha sonra 2021, fikir ver, 2021, 22, 21, 23, 22, 23, görürsən 2024, 2022 hər il bundan düşür. Yəni burada təkrar olaraq işləyə bilərsiniz. Sonra bir də təbii ki, integral var. İntegral var. İntegrala quizini kanaldan əldə edə bilərsiniz. Yəni bu kanalın dosyalar bölümündə sizin dərdinizə dərman olacaq demək olar ki, hər şey var. Bax, burada da integral var. Bir də ki, mütləq şəkildə bunu işləyin. Çünki təkrar suallar demək olar ki, qəbullarda bəzən istifadə olunur. Bəzən yox demək olar. Bax, fikir ver. 2022, bax, 2022, 2015 fikir ver, eyni tipdə sual. Birində toplamadı, birində çıxmadı. Yəni mütləq şəkildə sən qəbulları işləməlisən ki, sənin üçün uğurlu olsun. Sonunda cavablar da var. Yəni belə bir sizin üçün PDF yığmışam. Belə, burada da elan hazırlıqlarımız var. Onu da qeyd edeyim ki, artıq ikinci cəhd imtahanına belə deyək, qeydiyyat başlayıbdır və bunu elə biz bu PDF işləyəcəyik. Bax, bu PDF işləyəcəyik. 2011-dən 2024-ə qədər bu PDF-i başdan ayağa hamısını işləyir. Artıq sən bu PDF-in hamısını işləyəndən sonra demək olar sən heç nəyə ehtiyacın olmayacaq. Yəni mükəmməl şəkildə təkrar eləmiş olacaqsan. Belə. Yenə də qeyd elədiyim kimi, blok hazırlıqlarımıza qeydiyyat davam edir. İkinci cəhd üzrə 1 aylıq sürətli şəkildə bu proqram əsasında, bu PDF əsasında təkrar edəcəyik. Mükəmməl şəkildə nəticə əldə etmək istəyirsinizsə, gözəl nəticə əldə etmək istəyirsinizsə, ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. 070 542 8960. Hər birinizə uğurlar arzulayıram. İnşallah hər biriniz layiq olduğunuz nəticəni əldə edərsiniz. Sağ olun, özünüzü qoruyun.